Selamünaleyküm video izleyenler. Bu Toz-Soğranın motorun patenliği dağılıb. Şimdi onun patenliğin dağılmasını göstereceğim size. Bu şarikler bura motorun içerisine düşmüştü. Bu kalçıq yerə. Bunları oradan çıxartmışam. Əvvəlcədən söküb baxmışdım. Görürsünüz nətər bunlardır. Dağılıb bura içərisinə tökülüb. Sökülmə qaydasında göstereceğim nətər sökürlər bu motorun. Sonra yoxla. Patenliki dağılanda yoxlamağı da göstərəcəm nətər yoxlayırlar. Əgər belə bu şariklər motorun içərisinə düşməyibsə, burada bu kalçığın içərisinə düşməyibsə, buradan belə əli uzdan yoxlaya bilərsiniz bu formada. İşləməyindən də bilirsiniz, səsi dəyişilir onda. Görürsünüz bax, yakırı oynamağın. Bu formada belə oynamalı öldü. Sökülmə qaydası nətərdir? Onu da başa salacağım. Sökülmək üçün öncə bu kömürləri çıxardırsınız buradan. Kömürləri nətər çıxardırlar? Bunu belə basırsınız qabağa bu formada. Şunulları ayırmışam hamısını. Sağda solda ayırmışam şunulları. Bunu belə basırsınız qabağa. Bu dəmir var burada görüyorsunuz. Bu dəmir saxlayır bunu. Bunu da atverki ilə içəri basırsınız dəmiri. İçəri basıb özünüzə çəkirsiniz. Şöyle tərəf. Bunun altında şuruplar var. Görürsünüz çıxdı kömürü. Sonra bunu da əli uzan basırsınız bu formada. Görürsünüz bu dəmir də saxlayan. Bu dəmiri sıxırsınız aşağı tərəf. Atverki ilə üstündən basırsınız. Üstündən basan kimi bunu qaytarır dala. Gördünüz bu da çıxdı. Sonra bunun altında 2 tane şurup var. Biri bu tərəfdədir, biri də burada. 2 dənə. Şurupları açdınız, götürdünüz bax belə. Görürsünüz patenliyin yuvası qalıb burada, o dəmir hissəsi. Dəmir hissəsi bu tərəfdə qalıb yakırın üstündə bax. Motorun problemi budur. Bu da patenliyin bir tərəfidir. Üstün şaybası. Onu da çıxartmaq üçün belə dartığında çıxmayacaq. Burada qaykası var. Bu qaykanı açırsınız bu formada. Qaykanı açıb özünüzə çəkəndə çıxacaq. Öz bu formada sökülür. Təzədən yerinə yığmaq istəsəniz, bunun üstünü çıxartmalısınız, bu dəmiri. O bir dəmiri çıxardım göstərdim. Yoxsa o yakırın şaybaların yerinə qoymaq olmur. Bu dəmir də bura keçmə olur, bu dəmir də çıxartma olur. Gördünüz belə atverki ilə çıxartdıq. Bunlar içəridə olanlar şaybalardır. Yığmaq istəyəndə nətər yığırsınız? Bunu qoyursunuz bu formada bura. Belə. Sonra qalın şaybanı atırsınız ən birinci. Qalın şaybanı atdınız bura. Sonra üstündən bu şaybanı formada. Sonra bu pəri taxırsınız. Böyle üstündən də bir dənə şaybanı atırsınız. Şaybanı.
Qaykanı da bağlayıp sıxırsınız. Bu formada yığılır. Mən çox sıxmaya ehtiyac yoxdur. Əli uzan tutum formada sıxın. Bu qədər bəs eləyir. Qapağı keçirirsiniz belə yerinə. Bunu yığmaq çox asandır. Sonra bu dəmiri qoydunuz bura. Bunun sağ-sol söhbəti yoxdur. Bunun patenliğini dəyişməyə göstərmirəm. Dəyişib yerinə yığırsınız. Burası yığılmasını göstərirəm. Patenlik dəyişiləndən sonra belə yığılır. Köhnə motorlardan tapa bilərsiniz patenliyi. Formada bağlayırsınız. Sonra kömürləri qoyursunuz. Kömürləri də göstərdim yerinə təzədən taxmağa. Kömürləri yerinə taxanda bunun iki tərəfi olur. Bu üst düz tərəfin yox. Burada dəmir tərəfini qoyursunuz. Burada dəmir aralı olan yer var. Bunun üstə tərəf qoyursunuz. Görürsünüz, bax hansı tərəfini qoydum. Burada yarıq olan yer. Çünki bunun atverki ilə yuxarı qaldıracağıq ki, bu dəmir dala getməsin. Bax, burada bir şey var. Bax, bunu qaldırırdıq bir yax. Dəmir görürsünüz da, bu da onu saxlayan. İndi bunu belə üstündən basıb saxlayırıq ki, ora kesiləndə rahat keçsin. Belə keçirirsiniz yerinə. Sonra bu dəmiri yuxarı edirsiniz ki, bu dala qayıtmasın. Onun purjunu da qaytaram. Balaca dəmiri yuxarı dartırsınız atverki ilə. Gördüyünüz indi nətər oldu. Baxın, bax. O dəmir saxlayır onu. Bunun da eyni o qaydada. Bu niyə belə dirənir? Bunun dirənməsi bu kömürə görədir. Bu kömürü reglok eləyin, keçsin. Buradan aradan yerinə oturmur, ona görə çətin keçir. Gördünüz, bu da keçdi. Onu da dəmirin buradan qaldırırsınız bu formada. Qaldırdım yuxarı. Baxın, bax bu formada. Sonra da sarğın şunullarını kesirsiniz. Onlar da asandır. Nə formada söymüsünüzsə bu şunulu da ora taxırsınız, bunu da ora kestirirsiniz. Deyə bu dəmirləri. Birini bura taxırsınız bu dəmirin. Biri bura keçir, bu şteyker yeridir. Bunu da taxdınız bura, bu şteyker yerin. Şunulların da ayağın, bunların misləri. Bu kömürə bağlayırsınız. Bir ayağında bura. Sonra motorun yəni bu qaydada yığırlar. Rezin də burandır. Bir də arxasının rezinidir, drajeniyanı saxlamaq üçün. Bu da arxa rezinidir. Motor orada korpusun içində əsməsin deyinə qoyurlar bu rezinlər ki, yumşaqlıq yaratsın. Bir də bu iki dənə rezin olur. Birini bura taxırsınız, birini də arxa tərəfinə. Bu da qabaq tərəfin rezini ki, motor içəridə əsməsin. Əsməni saxlayır. Yumşaqlıq yaransın. Bu formada yığırlar. Video izləyənlər sağ olun.